Xəritədə rəqəmlərlə verilən dövlətlərə aid uyğunluğu müəyyən edin. Burada 1 Hindistan, 2 nömrə Yaponiya, 3 nömrə isə Çindir. İndi uyğunlaşdırmağa başlayaq. 19-cu əsrin ikinci yarısında ingilislər tərəfindən işğal tamamilə başa çatdırılmışdır. Bu siz bilirsiniz ki, 1856-cı ildə ingilislər Aud knyazlığını tutaraq Hindistanın işğalını başa çatdırmışdılar. Ona görə də 1-ə A olmalıdır. İkinciyə baxırıq. 20-ci əsrin əvvəlində respublika elan edilmişdir. Siz bilirsiniz ki, 20-ci əsrin əvvəllərində 1911-12-ci illərdə Çində inqilab baş vermişdir. Bu zaman Çin respublika elan olunmuşdur. Ona görə də biz 3-ə B yazmalıyıq. 1-ci Napoleonun işğalına məruz qalmışdır. Ümumiyyətlə, Napoleonun işğalları Avropa və biraz da Afrikanı əhatə eləyirdi. Yəni, Napoleon bu istiqamətdə yürüş eləyə bilməyibdi. Ona görə də C variantına X qoyuruq. Portsmut sülhünə əsasən Koreyada şəriksiz ağalığı tanınmışdır. Bu da Yaponiyanın Rusiya ilə bağladığı bir müqavilə idi 1905-ci ildə və həqiqətən də Koreyada şəriksiz ağalığı tanınmışdır. Ona görə 2-yə D-ni yazırıq. 19-cu əsrin 80-ci illərində konstitusiya qəbul olunmuşdur deyir. Bu da 1889-da olmuş Yaponiya konstitusiyasını nəzərdə tutur. Onu da gətirib Yaponiyaya yazırıq. Yəni 1-ə A, 2-yə D, 3-ə isə B. Düzgün cavabımız budur. Digərləri yanlışdır.